Paytaxtın Qaradağ rayonu Lükbatan qəsəbəsində fəaliyyət göstərən Binə Ticarət Mərkəzini avtovağzal kimi istifadə edən sürücülərdən süjetimiz var. İllərdir ki, bu məkanlar regionlara qanunsuz sərnişin daşıma həyata keçirilir. Bəs qarşısı niyə alınmır? Bax, bu barədə danışacağıq. Bunlar elə yığa harda dayanırlar, orada dururlar. Sən buradan 3 adam götdün, mənə pul ver. Oradan 5 adam götdün, mənə pul ver. Nə tibbi, nə də texniki müayinədən keçirirlər. Lakin illərdir qanunsuz olaraq sərnişin daşıma ilə məşğuldurlar. İstiqamətlər isə ölkənin bir çox regionlarıdır. Görüntülər Binə Ticarət Mərkəzinin qarşısındandır. Ticarət mərkəzinə daxil olan taksi sürücüləri bu qapıdan ödəniş etmədən çıxa bilmirlər. Hansı ki, elə bu məhdudiyyətdə sürücülərin pul ödəmədən çıxmasının qarşısını almaqdan ötürü. Maşınlardan pul yığılır burada. Elə maşın var 10, 15, 20 adam götürür, adam başına pul alırlar. Sürücülər isə sərnişinlərindən gediş haqqını müəyyən edilmiş qiymətlərlə deyil, fərdi qaydada çatdırılma əsasında tələb edirlər. Sərnişinsiz? Hə. Buradan niyə gedirsiniz? Axı bura ticarət mərkəzidir. Niyyətlə gəlirlər bura, buradan gedirik də. Əvvəl hardan gedirdilər bəs? Əvvəl avtovağzaldan. Kim hardan düşdü oradan. Üstəlik ticarət mərkəzini avtovağzal kimi istifadə edən sürücülərin özlərindən də burada qanunsuz olaraq ödəniş alınır. Bir avtobusa nə qədər pul alırlar? Buradan 1 manat. Yerüstü Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi tərəfindən bu ərazidə qanunsuz fəaliyyətin qarşısının alınması üçün il boyu maarifləndirici reydlər keçirilir. Sürücülər və sərnişinlər Lükbatan qəsəbəsində yenicə istifadəyə verilmiş Abşeron avtovağzalına yönləndirilir. Lakin uzun müddətli neçə illərdir qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücülər hamısı cəlb olunsun bura və qanuni sənədləşsinlər. Və eyni zamanda bunlar deməli bizim Abşeron avtovağzalında texniki tibbi müayinədən keçir sürücülər. Bu deməkdir ki, sərnişinlərin təhlükəsiz gediş-gəlişinə təminatdır. Burada sürücülər xəttə daxil olmadan özləri tibbi, avtomobillər isə texniki müayinədən keçir. Nə sürücünün sərnişini axtarması üçün vaxtı gedir, nə də sərnişinin. Tibbi müayinə, maşına texniki müayinə yeri var, bax orada. Maşın Keçmişsiniz. demək texniki müayinədir. Keçəndən sonra hələ keçməmişəm bugünkünü. Dünənki gün keçmişəm, bugünkü gün keçməmişəm. Hansı rayona gedirsiniz? Salyan rayonu. Biletlə siz yoxsa? Bəli, biletlə. Neçə almışsınız bilet? 30 qəpik. Taze sənədinizdir. Bəli. Əvvəl hardan gedirdiniz? Əvvəl Sədərəydən. Qanunsuz fəaliyyət idi də. Bəli. Azı indi? İndi qanunludur. Abşeron avtovağzalından hazırda ölkənin bir çox istiqamətinə sərnişin daşıma həyata keçirilir. Verilən məlumata görə yaxın vaxtlarda bu marşrutların istiqaməti bütün ölkəni əhatə edəcək. 80%-ə qədər buna nail olmuşuq. Yerdə qalır 20%. Bu 20%-in də üzərində işləyirik ki, ora tamamilə həm səliqə düşsün, həm sərnişinlərimiz rahat şəkildə istədiyi ünvana təhlükəsiz və rahat gedişi təmin olunsun. Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Bəkir Həşimov, Space xəbər.